Hörmətli tamaşaçılar, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışının daha geniş variantını irəliyən dəqiqələrdə sizə təqdim edəcək. Davam edirik. Qaradağ rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun məlumatına görə Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanılıb. İstintaq və əməliyyat axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdürü vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev, o cümlədən də Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurlu ilə cinayət əlaqəsinə girməklə rayon ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanan sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma maddələri ilə ittiham elan edilib. Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilib.